Zilhəcc ayının 7-si Həzrəti İmam-ı Muhammed Baqir əleyhissalamın məzlumanə şəhadət günüdür. Bu şəhadət münasibəti ilə Həzrəti Bəqiyyətillah İmam-ı Zaman Əccəlallah Teala fərəcəhu şərifin məhsər-i şərifinə və siz möhtərəm möminlərə təsliyyət və başsağlıq ərz edirəm. İmam-ı Muhammed Baqir əleyhissalam buyurur, qiyamət günündə cəmaatın içində ən çox həsrət çəkən o bəndə olacaq ki, ədalətdən çox danışıb, haqdan, ədalətdən dəm vurubdur. Amma əməlində ədalətin əksin göstəribdir. Qiyamət günündə ən çox həsrət çəkən insan o adamdır ki, ədalətdən danışırdı. Ədalətli olmaq lazımdır, haqqı demək lazımdır, ədalət bu cürdür və s. Amma həyat tərzində başqaları ilə rəftarda ədalətsizlik edibdir. Görürsünüz, hətta dünya səviyyəsində tağutlar belə, zalimlər belə, məmurlar belə ki, millətə zülümlər edirlər, amma çıxış eləyəndə görsən haqdan, ədalətdən danışırlar. Qiyamət günündə Həzrətin buyurduğu kimi ən həsrət çəkən insanlar bunlar olacaqlar.